Salam, hörmətli müəllimlər, əziz MİQ və sertifikasiya müdavimləri, hər birinizi xoş gördük. Ümidvaram ki, yaxşısınız. Bugün sizinlə aprel sınağımın izahını paylaşacağam. Gəlin keçid alaq suallarımıza. Birinci testimiz nəon bölməsinə aid olan bir test tapşırığıdır. Bildiyimiz kimi fish təki cəmi eyni olan isimlər arasındadır. Yəni biz bir balıq deyəndə a fish, çoxlu balıq deyəndə fish sözlərindən istifadə edirik. Amma əgər balığın müxtəlif növlərindən danışılırsa, artıq biz balıq sözünü cəmləndirərkən es şəkilçisindən istifadə etməliyik. Yəni qarşısında different, various sözləri gələrsə, artıq balığın müxtəlif növlərindən danışıldığını hesab edərək fishes sözünü verməliyik. İndi baxırıq birinci cümləmizə. Burada a lot of fish olmalı idi. Çoxlu balıqdan söhbət gedir. Es şəkilçisinə ehtiyac yoxdur. Bir yanlışdır. 2-yə baxırıq. Different sözü gəlibdir balıq sözünün qabağında. Artıq burada müxtəlif balıq növlərindən danışıldığına görə fishes olmalı idi. 2 də ona görə yanlışdır. 3-də a lot of fish, bax bu düzgün quruluşdur. Çoxlu balıq, balıq sözü bu formada cəmlənməsi doğrudur. 3 ona görə doğru ifadədir. 4-ə baxırıq, different sözü gəldiyinə görə fish sözü cəmlənməli idi. Eyni zamanda da burada is yox, are olmalı idi. 4 də ona görə yanlışdır. 5 və 6 arasında qalırıq indi hal-hazırda. Burada boşqabdakı balıqdan söhbət gedirsə, yəni balıq nəzərdə tutulursa, burada balıq ətindən söhbət gedir artıq. Çünki boşqabda diri balıq ola bilməz axı. Burada artıq yediyimiz balıq, yəni balıq ətindən söhbət gedir. Biz də bilirik ki, heyvan ətləri, yəni heyvan diri formada olanda sayılır, amma ətindən söhbət gedəndə artıq o uncountable kimi nəzərdə tutulur. Burada balıq əti uncountable olduğuna görə FU ilə işlənməz. Ona görə 6-dakı quruluş yanlışdır. A little fish, biraz balıq. Boşqabda biraz balıq var mənasında. 5 də düzgündür. Doğru cavablar 3, 5, Y variantı. İkinci testimizdə deyilir ki, straight hansı variantda dərəcələnə bilən sifətdir? Straight sözü bildiyimiz kimi düzgün mənasını verir. Amma həndəsi düzgünlük kimi tərcümə olunanda həqiqətən bir şeyin düz xətt üzrə olması kimi nəzərdə tutulanda dərəcələnə bilir. Amma doğru, dürüst, düzgün mənalarında artıq dərəcələnə bilmir. Yəni öz həqiqi mənasını itirəndə, biraz bədii, məcaziləşəndə dərəcələnə bilmir. Baxırıq A variantına. A straight choice, düzgün seçim. B variantında to be straight, dürüst olmaq. C variantında straight talk, düzgün söhbət. D variantında straight answer, doğru cavab, düzgün cavab. Bunların hər birində həndəsi mənada düzgünlükdən söhbət getmir. Doğruluq, dürüstlük mənasında gedir. Ona görə bu variantların heç birində straight gradable deyil, non-gradable'dır. Amma Y variantına baxırıq. Deyilir ki, deməli təpənin istiqamətinə doğru uzanan cığır olduqca düzgün idi. Yəni cığırın, yolun düzgünlüyündən söhbət gedir. Burada həndəsi düzgünlükdən söhbət getdiyinə görə burada istifadə olunmuş straight gradable adjectivedir. Ona görə cavab Y variantı. Üçüncü testimizdə deyilir ki, demonstrative pronoun hansı variantda istifadə olunmuşdur? Demonstrative pronoun və demonstrative adjective ifadələri arasında biraz çaşqınlıq yaranır. Mən müşahidə edirəm müəllimlərimiz arasında. İşarə əvəzliyi və işarə sifəti qarışdırılmaması gərəkən bir məqamdır, durumdur. Əgər demonstrative pronounla söhbət gedirsə, işarə əvəzliyi kimi bildiyimiz ifadələrdən sonra isim gəlməməlidir. Birbaşa artıq xəbər gəlməlidir. O zaman olur demonstrative pronoun. Amma demonstrative pronoun kimi hesab etdiyimiz this, that, those, these, bunlardan sonra isim gəlirsə, artıq bunlar demonstrative pronoun deyil, demonstrative adjective hesab olunur. Məsələn, A variantına baxırıq. These apples, these-dən sonra isim gəlibdir. Deməli, bu demonstrative adjectivedir. A yanlışdır. B-yə baxırıq. This problem, problem ismi gəlibdir.
demonstrative adjectivedir. C variantında these shoes eyni şəkildə isim gəldiyinə görə burada da artıq demonstrative adjective hesab olunur. Y variantında da that man. Hər biri isimdir. Özündən sonra isim gətirib daha doğrusu heç birisi demonstrative pronoun hesab olunmur. Demonstrative adjective hesab olunur. Çünki təyin vəzifəsindədir artıq. İsimin təyinidir. Amma Y variantına baxın. Daha doğrusu D-yə baxın. This-dən sonra caused feili gəlmişdir. Birbaşa xəbər gəlmişdir. Burada istifadə olunmuş this demonstrative pronoundur. Çünki özündən sonra isim yox, birbaşa xəbər gətirib. Ona görə cavab D variantı olur. Dördüncü cümlədə deyilir ki, all hansı variantlarda yanlış işlənmişdir? Birinci cümləmizə baxırıq. All the room was decorated with the balloons. Burada bütün otaqlar mənasında tərcümə olunur. Bütün otaqlar mənasında all the rooms olardı və xəbər də were decorated olardı. Bütün otaqlar. Amma əgər demək istəyiriksə ki, otağın hamısı, yəni bütün bir otaq, bir otağın hamısından söhbət gəlirsə, o zaman the whole room olardı. Burada all the o deməkdir ki, yəni artıq room sözü, room ismi cəmlənməlidir. Çünki all-dan sonra gələn isim, sayılan isim cəm formada olmalıdır. All the rooms were decorated. Ona görə səhvi istədiyinə görə səhvimiz 1-dədir. 2-də düzgündür, çünki all köməkçi feildən sonra gəlir. Köməkçi və modaldan sonra gəlir. Əsas feildən isə qabaqda gəlməlidir. Əsas feilin qarşısında gəlməlidir. 2 düzgündür. 2-ni çıxırıq. 3-ə baxırıq. All Sunday görürük biz burada. All zaman bildirən sözlərə birləşəndə artiklsız işlənir. 3 də düzgündür. Ona görə 3-ü də çıxırıq. 4-ə baxırıq. You all can stay yox. You can all stay olmalıydı. Çünki all köməkçi və modaldan sonra işlənir. Səhvi istədiyinə görə 4-ü də götürürük. 5-də isə all əsas feildən qabaq işlənibdir. Bu da düzgündür. Əsasdan qarşıda işlənməlidir. Səhvi istəyirsə cavab 1 və 4 B variantı. 5-ci testimizə baxırıq. Deyilir ki, burada verilən cümlələrə görə analiz edərək doğru variantları tapın. 1-də deyilir ki, the man appeared drunk. Kişi içkili görünürdü. Burada appear link verbdür. Link verbdən sonra biz bilirik ki, hər zaman sifət gəlməlidir. Deməli, drunk sifətdir. İkinci cümlədə isə a man appeared suddenly. Burada isə appeared link verb deyil, main verbdür. Kişi birdən qəflətən ortaya çıxdı. Peyda oldu mənasında. Birincidə görünmək mənasındadır. Look sözünə bərabərdir, look feilinə bərabərdir, görünmək. İkincidə isə peyda olmaq. Peyda olmaq mənasında appear main verbdür, amma görünmək mənasında link verbdür. Ona görə birinci cümlədə drunk adjectivedir, ikinci cümlədə suddenly adverbdür. İndi variantlara baxırıq. Variantlarda görək nə qeyd olunubdur. A-da deyilir ki, birinci cümlədə drunk sifətdir. Çünki əsas feildən sonra gəlibdir. Bu yanlışdır. Sifət olmasına sifətdir, amma əsas feildən sonra gəlib fikri yanlışdır. A-nı çıxırıq. B-yə baxırıq. Deyilir ki, ikinci cümlədə suddenly zərfdir. Çünki link verbdən sonra gəlib. Bu da yanlışdır. Zərfdirsə necə link verbdən sonra gələ bilər? Main verbdən sonra gəlmişdi. B də yanlışdır. C-yə baxırıq. Adverbs are used in both sentences. Hər iki cümlədə zərf işlənmişdir. Bu da səhvdir. Birinci cümlədə sifət, ikidə isə zərf işlənib. D variantında deyilir ki, there are no adverbs in both sentences. Hər iki cümlədə, yəni heç birisində zərf yoxdur. Bu da yanlışdır. İkincidə işlənmiş söz zərfdir. Y variantı isə doğrudur. Deyilir ki, birinci cümlədə işlənmiş drunk adjectivedir, sifətdir, çünki link verbdən sonra gəlib. İkinci cümlədə işlənmiş suddenly isə zərfdir, çünki əsas feildən sonra gəlib. Ona görə doğru cavabımız Y variantıdır. 6-cı testimizə baxırıq. Deyilir ki, hansı cümlədə yərlik hal səhv işlənmişdir? Əgər cümlədə mübtədadan sonra
təyin budaq cümləsi gəlirsə, mübtədanın aid olduğu yerlik, yəni apostrof s həmin o təyin budaq cümləsindən sonraya artırılmalıdır. That man you met yesterday's car. A variantı düzgün ifadədir. Çünki təyin budaq cümləsi you met yesterday artıq that man sözünün yerliyini, apostrof s-ini özündən sonraya götürməlidir. Özündən əvvələ götürülməsi yanlışdır. Səhvi istədiyinə görə elə B variantı yanlışdır. Çünki özündən əvvələ götürə bilməz təyin budaq cümləsi yerli halı. C variantında The King of England's car. Bu da düzgündür. İngiltərə kralının maşını. Belə tip ifadələrdə yerlik aid olduğu təyindən sonra artırılır. İsmin aid olduğu təyindən sonra artırılır. England sözündən sonra artırılması düzgündür. D-də də həmçinin The Queen of Spain's daughter. İspaniya kraliçasının qızı. Burada da İspaniya sözü Queen sözünün təyinidir. Özündən sonra apostrof s-lə artırılması düzgündür. Və Y variantında da həmçinin The editor of the Manchester Guardian newspaper's car. Burada da Manchester Guardian newspaper sözü təyin olduğuna görə editor sözünün yerliyi təyindən sonra artırılmışdır, düzgündür. Yəni bu tip ifadələrdə əgər mübtədadan sonra mübtədanın təyini gəlirsə, yerlik apostrof s həmin o təyindən sonraya saxlanılıb artırılmalıdır. 7-ci testimizə baxırıq. Burada səhvi istəyir. Səhvimiz D variantındadır. Çünki boş işlənmiş cümlədə inkar olmaz, inkar gəlməz. Digər variantlarda isə heç bir səhvlik yoxdur. Hər biri öz qaydasındadır. Burada boşdan sonra were işlənmişdir. Boş tək başına cümlənin mübtədası ola bilir. A düzgündür. B-də both of the friends decided düzgündür. C-də both the friends. Both ismə birbaşa da birləşə bilir. Of z ilə də birləşə bilir. Tək başına cümlənin mübtədası da ola bilir. Of-la əvəzliyə də birləşə bilir. Yəni, bütün variantlar hər biri düzgündür. Yanlış olan D variantındadır. Ona görə ki, boş işlənmiş cümlədə inkar olmaz. O baxımdan. 8-ci testdə deyilir ki, verilmiş situasiyaya uyğun gələn idiomu tapın. Mənası da belədir ki, sən dostundan soruşursan dünənki hadisə barəsində, amma o bunun haqqında danışmır, məlumat vermir. Sonra sən davranışını, yəni ona qarşı olan münasibətini bir qədər itirirsən və deyirsən. Burada B variantı uyğun gəlir. Bu idiomun mənası belədir ki, don't beat around the bush. Tell me what happened yesterday. Don't beat around the bush o deməkdir. Yəni bizim dildə də var əslində bu deyim. Yəni kolunu kösünü qırma, nala muxa vurma, yəni kəmküm eləmə. Nə baş veribsə mənə olduğu kimi danış, olduğu kimi anlat. Ona görə burada B variantı uyğunlaşır. Dostuna deyir ki, yəni söhbəti o yan bu yan eləmədən necə baş veribsə, elə də mənə anlat. B variantındakı fikir bu situasiya ilə uyğunlaşır. 9-cu testimiz numeral testidir. Biz hər hansı bir obyektin ismin sırasını bildirmək üçün ya ismin qarşısında sıra sayı veririk, ya da isimdən sonra miqdar sayı veririk və sıra sayını ismin qarşısına verəndə z artiklından istifadə edirik. Amma miqdar sayını isimdən sonra istifadə edəndə artıq həmin ismin qarşısında z artiklı verməməliyik. The second chapter, ikinci bölmə. Burada sıra sayı ismin qabağında istifadə olunubdur. Bir düzgündür, z ilə verilibdir. 2-də isə miqdar sayı bölmə sözündən sonra gəldiyinə görə qarşısında z artiklına ehtiyac yoxdur. 2 ona görə yanlışdır. Amma 3-dəki versiya düzgündür. Bax, bu şəkildə olmalıdır. Ya miqdar sayı isimdən sonra gəlir z-siz, ya da sıra sayı isimdən qabaq gəlir z ilə. 4 və 5-də isə bu qaydanı biz irəli sürəcəyik ki, əgər bu sıra sayıları küçə, xiyaban, yəni park adları qarşısında istifadə olunursa, artıq həmin sıra sayının qarşısına biz z artiklı vermirik. Yəni bu qayda, sıra sayının qarşısında z artiklı verilməsi qaydası küçə və xiyabanlara aid deyil. Fifth Avenue olmalıdır, 4 düzgündür. Amma 5 yanlışdır. Second Street olardı. Qarşısında z artiklı işlənməməlidir.
Burada doğru variantlarımız 1, 3 və 4 A variantı. 10-cu testimiz agreement testidir. Birinci cümləmizə baxırıq. Məryəm is one of our best students. Məryəm tək mübtəda olduğuna görə xəbəri də təkdədir. Bir düzgündür. 2-yə baxırıq. One of our best students. One of-un xəbəri təkdə olmalıdır. Ona görə burada are verildiyinə görə 2 yanlışdır. 3-ə baxırıq. Məryəm is. Bu hissəsi düzgündür. Amma cümlədə əgər one of the cəm isim forması varsa və həmin cümlə mürəkkəb cümlədirsə, nisbi əvəzlik də istifadə olunubsa one of-dan sonra gələn nisbi əvəzlik özündən sonra cəm xəbər götürür. Burada have good marks olmalı idi. One of-dan sonra gələn nisbi əvəzlik özündən sonra cəm isim götürür. 3 yanlışdır, amma 4 düzgündür. Baxın, one of-dan sonra nisbi əvəzlik gəlibdir. Have cəm xəbəri istifadə olunubdur, 4 düzgündür. Amma əgər cümlədə only one varsa, only one-dan sonra nisbi əvəzlik gəlirsə, həmin o nisbi əvəzlikdən sonra tək xəbər gəlməlidir. Ona görə baxın, the only one var cümlədə. Nisbi əvəzlikdən sonra have yox, has olmalı idi. 6 ona görə düzgündür. Baxın, only one, nisbi əvəzliyimiz və has good marks olmalıdır. Deməli, bu qayda necədir? One of, üstə gələn nisbi əvəzlik, üstə gələn cəm xəbər. Amma only one of, üstə gələn nisbi əvəzlik, üstə gələk tək xəbər olmalıdır. Deməli, burada bizim düzgün cümlələrimiz 1, 4, 6 A variantı.